Müəllimlər, bu gün ödənişsiz təlimimizdir. Həmin bu təlimdə mən sizlərə ümumilikdə yanaşmalar haqqında məlumat verəcəm və bu yanaşmaları heç bir yerdə görmədiyiniz açar sözlər vasitəsilə və imtahanda düşə biləcək məqamlarla qeyd edəcəm ki, sizlər istər MİQ imtahanı, istərsə də sertifikasiya imtahanında yanaşmalardan düşə biləcək sualları rahatlıqla cavablandıra biləsiniz. Bir də videonu YouTube üzərində paylaşandan sonra bəyənməyi və kanala abunə olmayanlar kanala abunə olmağı unutmasınlar. Və qeyd edim ki, müəllimlər, mart ödənişli qrupumuza da qeydiyyatımız davam edir. Mart ayının 12-sindən etibarən dərslərimiz start götürəcək. Dərslərimiz həftədə 2 dəfə 2 saat müddətində təşkil olunur və gördüyünüz bu formada bütün çərçivə mövzuları sizə açar sözlər vasitəsilə sadə və öz formada çatdırılır. Əlavə olaraq hər dərs sual-cavab və test işləmə taktikaları vasitəsilə imtahana tam şəkildə effektiv formada hazırlaşmış olursunuz. Qrupda müəllim sayı limitli olur. Ona görə əvvəlcədən qeydiyyatdan keçməyiniz məsləhətlidir. Gəlin başlayaq. Birinci növbədə müəllimlər Montessori yanaşması haqqında məlumat verəcəm və Montessori yanaşması bildiyiniz bütün yanaşmaların bünövrəsini, yəni fundamentini oynayır və Montessori yanaşması bizə Piaget nəzəriyyəsi ilə oxşar bir yanaşmadır. Oxşarlıqları nələrdir desəz, Montessori'də Piaget nəzəriyyəsindəki kimi idraki konstruktivizm, yəni idraka yönəlik bir yanaşmadır və idraki fəaliyyətləri öz metodunda üstün görən bir yanaşmadır. Montessori yanaşması da Piaget kimi daha çox mərhələli öyrənməni üstünlük götürürdü. Yəni burada da mərhələli öyrənmə var. Bizim Piaget nəzəriyyəsində də mərhələli öyrənmə var. Sadəcə fərqi nədir? Montessori yanaşmasında əsas məqam Montessori yanaşması uşağın müstəqil şəkildə öyrənməsini əsas hesab edirdi və uşağa xüsusi hazırlanmış mühit və materiallar verirdi ki, o özü araşdıraraq öyrənsin. Təlim daha çox praktik olurdu və bacarıqlar üzərində qurulurdu. Amma Piaget isə daha çox burada idraki düşünmə inkişafını araşdırmışdır və o göstərmişdir ki, uşaqların düşünməsi yaşa görə mərhələlərlə inkişaf edir və Piaget daha çox uşağın necə düşündüyünü və dünyanı necə anladığını izah etməyə çalışan bir nəzəriyyə olub və bu məqamla, yəni onların ayrı-ayrı özlərinin mövqeyi var. Amma ümumilikdə hər ikisi, həm Montessori, həm də Piaget idraki konstruktivizm əsas götürüb və hər ikisində mərhələli öyrənmə var. Sadəcə Montessori'də 0-3 yaş şuursuz, 3-6 yaş isə şuurlu mənimsəmə dövrünə təsadüf edir. Maria Montessori tərəfindən əsası qoyulan yanaşma 1900-cü illərdə Romada yaranıb və o ilk uşaq evlərindən Casa de Bambini uşaq evini açmış və həmin uşaq evində öz fəaliyyətini təşkil etməyə başlamışdır. Onun ilk işi sağlamlıq imkanı məhdud olan uşaqlarla olmuşdur. Yəni əqli geriliyi olan uşaqlarla qarşılaşmışdır və həmin uşaqlar boş otaqlarda saxlanılırdı. Onlara nə oyuncaq, nə kitablar, heç nə verilmirdi. Və demək olar ki, uşaqlarla heç ünsiyyət də qurulmurdu və Maria onlara sadə əşyalar, qutular, parçalar gətirməyə başlayır və tez bir zamanda uşaqların davranışında görür ki, müsbətə doğru bir yenilənmələr müşahidə olunur. Və beləliklə Maria Montessori'nin əsas ideyası istər normal uşaqlar, istərsə də əqli geriliyi olan uşaqlar üçün ətraf aləmi anlaması üçün, onlar üçün inkişaf etdirici mühitin olmasıdır. Yəni bizim inkişaf etdirici mühitimiz, bizim fiziki mühitimiz, bizim daxili inkişaf etdirici mühitimiz ki, harda testdə görsəz, birinci bu Montessori yanaşmasındadır. Yəni birbaşa olaraq Montessori deyilən zaman ağlımıza inkişaf etdirici mühit və inkişaf etdirici mühitin fiziki mühiti gəlməlidir. Bundan əlavə olaraq Montessori nəzəriyyəsi də müxtəlif yaşlı uşaqların bir qrupda birləşməsinə əsaslanan bir yanaşma idi ki, burada məqsəd uşaqların bircə öyrənməsi, yəni sosial öyrənmə yox. Burada məqsəd böyüklərin uşaqları öyrətməsi nəticəsində böyüklərdə məsuliyyət və liderlik bacarıqlarının önə çıxması idi və uşaqların müxtəlif yaş qruplarında mərhələli şəkildə inkişafı idi. Yəni sabah testdə desə ki, uşaqlarda liderlik bacarıqlarının önə çıxması və böyüklərin balacalar üçün məsuliyyət hissi daşıması hansı yanaşmadadır? Deyirsiniz, Montessori yanaşmasındadır.
Bundan əlavə olaraq Montessori yanaşmasında müəllimənin rolu nədən ibarətdir desək, müəllimənin rolu mühiti düzgün şəkildə qurmaq və sadəcə müşahidə mövqeyində çıxış etmək. Yəni müəllimə mühiti qurur və qıraqda, kənarda özü müşahidə edir. Yəni müşahidə prosesi də Montessori yanaşmasında çox önəmlidir. Yəni müəllimə gözə görünməz bir bələdçi olur və uşaqların fəaliyyətə qarşı marağının itməsini görən müəllimə fəaliyyəti dəyişmir. Uşaqlarda həmin fəaliyyətə qarşı marağı yaradır. Yəni uşaqları həmin prosesə cəlb edir. Montessoridə fəaliyyət dəyişkənliyi yoxdur. Montessoridə uşaq yönümlülük qorunaraq uşağın sadəcə meyli, marağı yaradılır həmin fəaliyyətə qarşı. Bundan əlavə olaraq Montessori yanaşmasında uşaq tam inkişaf etməlidir. Tam inkişaf nə deməkdir? Yəni bu tam inkişaf 4 inkişaf sahəsini nəzərdə tutan bir tam inkişafdan getmir. Burada söhbət uşağın zehnin və ürəyinin vəhdətindən gedir ki, Montessori uşağın tam inkişafını zehin və ürəyin vəhdətində görürdü və deyirdi ki, uşaqda əgər zehin və ürək vəhdət halda inkişaf edərsə, onda o uşaq sevərək öyrənəcək. Zehin burada idraci tələbatı, ürək isə burada emosional tələbatı qarşılayırdı. Bu cəhətdən tam inkişafı deyirdi. Və Montessori yanaşmasında sanki hər bir detal ruhun da inkişafına xidmət edirdi. Görürsünüz, necə gözəl bir test hazırlamaq olar ki, hansı yanaşmaydı ki, bu yanaşmada hər bir detal ruhun da inkişafına xidmət edir. Deyirik Montessori yanaşmasında. Bundan əlavə olaraq Montessoridə D qaydaları var. D nə deməkdir? Baxın, daxili mühit 1. Diferensial yanaşma, hansı ki burada o sağlamlıq imkanı məhdud olan uşaqlarla çalışıb və üstəgəl daha çox fərdi və qrup iş formasına üstünlük verdiyi üçün və ən çox fərdiyyətçiliyə üstünlük verdiyi üçün burada fərdi yanaşma daha çox ön planda olduğu üçün diferensiallıq xüsusilə burada ön plandadır və ona görə ikinci D diferensiallıqdır. Üçüncü D burada daxili həbs. Yəni daxili həbs nə deməkdir? Uşaq bir proseslə məşğul olarkən ora köklənir və o fəaliyyəti necə deyərlər, konsentrasiya olunmuş formada yerinə yetirir deyə kənardakı heç bir səsə, heç bir çağırışa reaksiya vermir. Yəni bütün emosiyasını, bütün diqqətini o fəaliyyətə verir, daxili həbs olunur. Daha sonra dünyəvilik prinsipi Montessori yanaşmasında pozulur. Niyə görə pozulur? Çünki o bioloji konsepsiyanın tərəfdarı idi. Nə idi bioloji konsepsiya? Bioloji konsepsiyanın tərəfdarları deyir ki, insan necə yaranırsa, onun necə biz fiziki quruluşuna heç bir təsir edə bilmiriksə, gözünə, qaşına, eləcə də onun daxili potensialına da biz təsir edə bilmərik. Yəni, bir uşaq əgər ziyalı ailəsində doğulubsa, o ziyalı olacaq. Yox, o əgər fəhlə ailəsində doğulubsa, fəhlə olacaq. Montessori belə düşünürdü və bioloji konsepsiyanın tərəfdarları irsiyyətçidir. Yəni, onlar dünyəviliyi, mədəni müxtəlifliyə hörməti qəbul etmirlər. Və ona görə burada 4-cü D dünyəviliyin pozulmasıdır. 5-ci D didaktik oyuncaqlardır. Hansı ki Montessoridə uşaqların diqqətini cəlb etmək üçün mühit müxtəlif rəngli, müxtəlif çalarlı didaktik oyuncaqlardan ibarət olmalıydı ki, uşaqlar fəaliyyətə cəlb oluna bilsinlər. Deməli, daha çox D-lar üstünlük təşkil edir. Harda? Montessori yanaşmasında. Bu belə. Daha sonra Montessori yanaşmasında dedik ki, fərdi və qrup iş forması üstünlük təşkil edir. Fərdi iş formasından daha çox uşaqların didaktik oyunlarında istifadə edirdi. Qrup iş formasından isə daha çox riyaziyyat yönümlü fəaliyyətlərdə istifadə edirdi. Yeri gəlmişkən Montessori yanaşmasında ən çox üstünlüyü təşkil edən məşğələ riyaziyyat məşğələsi idi və daha çox akademik fəaliyyətlər idi. Məsəl üçün, oxu, yazı və riyaziyyat bacarıqları üzərində köklənirdi Montessori yanaşması. Və bundan əlavə olaraq Montessori yanaşmasında cuşələrdən də elə riyaziyyat cuşəsi və bizim stol üstü oyun cuşəsi aktiv rola malik idi. Montessoridə səriştələrdən müstəqil öyrənmə səriştəsi və problem həll etmə səriştəsi ön plandaydı. Bundan əlavə olaraq Montessori yanaşmasında qeyd edə bilərik ki, o bir söz var. Deyir, uşağın sanki beyni süngər kimidir. Yəni, süngər kimi olan ağıl. Belə bir şey. Yəni, uşaq ətrafda baş verənləri süngər kimi beyninə yaza bilir.
onu beyninə götürə bilir. Baxın, bu süngər anlayışı da Montessori'dədir. Bu anlayış da əsas etibarla kimdədir? Montessori yanaşmasındadır. Yəni süngər kimi uducu bir ağıl fikri də Montessori yanaşmasına aiddir ki, uşaq ətrafında baş verən prosesləri sanki beyninə süngər kimi, süngər necə suyu özünə çəkirsə, uşağın beyni də ətraf aləmdə baş verən o hadisələr olsun, nitq olsun, fəaliyyətlər olsun, onu öz beyninə çəkə bilir, götürə bilir. Bundan əlavə olaraq biz Montessori yanaşmasında deyə bilərik ki, uşaqlarla bir qrupda müxtəlif uşaqlar birləşir və uşağın ehtiyaclarına uyğun təlim materialları təmin edir və uşaqların bu ehtiyaclarını anlayan və onlarla uyğun şəkildə məşğul olan müəllim qrupda iş aparır. Və Montessori yanaşmasında uşaqlar üçün zonalar var. Hansı zonalardır bunlar? Praktik gündəlik fəaliyyət zonası var ki, uşaqlar burada erkən yaşlardan müstəqillik qazana bilirlər. Burada mən qısa formada açar sözlərini vermişəm, amma özüm dərinliyi ilə izah edirəm ki, hər tərəfli şəkildə başa düşəsiz. Praktik gündəlik fəaliyyət zonası deyəndə, bu zonada uşaqlar hələ kiçik yaş dövrlərindən müstəqillik, sərbəstlik kimi nüanslara yiyələnirdilər. Yəni, bu zonada uşaqlara yaşamaq üçün lazım olan məişət işləri öyrədilir və burada uşaqlar, belə deyək, məsəl üçün zibil yığmağı, daha sonra öz paltarlarını soyunmağı, geyinməyi, kuklaları geyindirməyi, soyundurmağı, qab yumağı, paltar ütüləməyi, tərəvəzləri təmizləməyi və s. bunları öyrənirlər. Harda? Praktik fəaliyyət zonasında. İkinci zonası riyaziyyat zonasıdır ki, burada da Montessori yanaşmasına görə hər bir uşaq 4 yaşından etibarən riyaziyyat materialları ilə tanış edilməlidir. Hətta bizim indiki riyaziyyat güşəmizdə bilirsiniz 4 yaşından sonra təşkil olunur. Baxın, Montessori'nin də qaydası bu idi ki, uşaqlar 4 yaşından sonra riyaziyyat materialları ilə tanış olmalıdırlar. Və bu yaşa qədər uşaqlara sıralama, uyğunlaşdırma, qruplaşdırma kimi işlər üzərində tapşırıqlar verilməlidir. Bu riyaziyyat zonasıdır. Üçüncü zonası sensor inkişaf, duyğu zonasıdır. Bilirsiniz, yəqin ki, Montessori yanaşmasında sensor inkişaf çox önəmlidir. Uşağın toxunaraq və hiss üzvləri vasitəsilə dərk etməsi Montessori'də həddən ziyadə önəmlidir. Və sensor mədəniyyət anlayışının banisi də elə bizim Montessori yanaşmasıdır. Ona görə də sensor inkişaf zonası da Montessori nəzəriyyəsində, yanaşmasında olmazsa olmazdır. Və o deyirdi ki, əgər bir uşağın əlinə siz bir əşyanı verməsəz, o əşya haqqında fikirləri onun beyninə də verə bilməzsiniz. Yəni, Montessori qeyd edirdi ki, uşağın əsas faktoru əllərdir. Əllər zəkanın orqanıdır. Yəni, uşaq əlləri vasitəsilə toxunur, toxunma əsasında beyinə siqnal gedir və o siqnal əsasında uşaq artıq o əşyanı, o faktoru qanır və dərk edir. Ona görə harda əllər zəkanın orqanıdır və uşağın əlinə vermədiyiniz bir şeyi onun beyninə verə bilməzsiniz şüarını görsəz, bilin ki, Montessori'yə aiddir. Dördüncü zonası dil və nitq inkişafı zonasıdır ki, bu zonada uşaqlar dünyaya gəldiyi andan etibarən onlarda, belə deyək, dil və nitq bir mühitə düşməlidirlər. Yəni, o uşaqlar nitqlə, dillə əhatə olunmalıdırlar və uşaqlarda artıq 2 yaşına qədər təqlid yolu ilə, sonra isə sadə sözlər vasitəsilə ünsiyyət fəaliyyətinə cəlb olunurlar. Bu, Montessori'nin dil və nitq inkişaf zonasına aiddir. Sonuncu zonası kosmik və ya təbiət elmləri zonasıdır ki, burada da daha çox kosmik zonada qalaktikalar, planetlər, dünya, canlı və cansız, təbiət, heyvan, bitki aləminin müxtəlifliyinə dair məlumatlar uşaqlara aşılanır. Bu bizim Montessori yanaşmamız. Yəni, Montessori yanaşmasında əsasən mühitin rolu, hansı ki, inkişaf etdirici mühit və onun fiziki mühiti, didaktik materiallar, sensor təcrübələr, daha sonra riyaziyyat, oxuma, yazma, rəng, ölçü qabiliyyətlərinin inkişafı və burada müəllimlər əsas faktorlardan biri nədir? Mühit uşaq üçün elə qurulur ki, həmin mühitdə uşaq öz səhvini görə bilir. Yəni, buradakı didaktik oyuncaqlar
sanki uşağa uşağın səhvini özünə göstərə bilir və müəlliməyə və yaxud başqa bir böyüyə ehtiyac duymadan uşaq öz səhvini özü düzəldə bilir. Yəni korrekt edilə bilən oyuncaqlar, düzəldilə bilən oyuncaqlar. Məsəl üçün konusvari piramidanı götürək. Orada uşaq rəngə, formaya görə onu düzgün yerləşdirməsə özü görür və təkrar töküb onu təzədən bir növ yığmağa başlayır. Və bunun sayəsində uşaqda öz səhvini özünün düzəltməsi, yəni korrekt edə bilməsi kimi bacarıq formalaşır. Və Montessori yanaşmasında öz sözü daha çox aktivdir. Özünü tənzimləmə, özünü idarə etmə kimi anlayışlar Montessori'də çox önəmlidir. Amma müəllimə bir yerdə, bir məqamda müdaxilə etməlidir. Hansı məqam? Əgər uşaqlar arasında konflikt, mübahisə, münaqişə yaşanarsa, bu zaman müəllimə uşaqlara müdaxilə edə bilər. Ancaq bu zaman. Sabah testdə deyəcək ki, uşaqlarda özünü idarə etmə, özünü tənzimləmə bacarığı formalaşdığı üçün müəllimə müdaxilə etməməlidir. Xeyr, konflikt olarsa müəllimə müdaxilə edə bilər. Amma digər hallarda uşaqlarda müstəqil öyrənməni gerçəkləşdirmək üçün müəllimə müdaxilə etməyəcək. Bu bizim Montessori yanaşmamız. Müəllimlər, sualınız varmı Montessori haqqında? Aydındırmı hər şey? Slaydı bağladım. Buradan izah edəcəm. Sonra atacağım təkrar. Tamam. İndi keçək Waldorf yanaşmasına. Waldorf yanaşması da müəllimlər deyərdim ki, ən gözəl yanaşmalardan biridir. Waldorf yanaşması deyir ki, 4 inkişaf sahəsi ki var, hal-hazırki təhsil sistemimizdə belə deyək. Hal-hazırki təhsil sistemimiz Waldorf yanaşması ilə çox bənzərdir. Və Montessori ilə hal-hazırki təhsil sisteminin ziddiyyəti bilirsiniz nədir? Bilən var müəllimlər? Hal-hazırki təhsil sistemi ilə Montessori yanaşmasının ziddiyyət nöqtəsi nədir? Kim deyər? Görün, bilən var aranızdan. Sabah sual versələr ki, hal-hazırki müasir dövrün məktəbə qədər təhsili ilə Montessori yanaşmasında olan məktəbə qədər təhsilin zidd nöqtəsi nədir? Nə deyərsiniz? Nə götürərsiniz? Bilən yoxdur? Hər vaxtınız xeyir, çox sağ olun. Hə, deyin. Müəllimə, Montessori'də müxtəlif yaşlar var idi, ancaq Waldorfda eyni yaş qrupları olurdu. Hal-hazırki təhsillə də elə uyğunsuzluğu, ziddiyyəti budur ki, Montessori müxtəlif yaşlı uşaqları bir qrupa yığırdısa, amma hal-hazırki təhsil sistemimizdə eyni yaşlı uşaqlar eyni yaş qrupunda olmalıdır. Düzdür, Rəxşəndə müəllimə? Bəli, müəllimə. Doğrudur, təşəkkür edirəm canım. Tamam. Siz sağ olun. Waldorf pedaqoji yanaşması da Rudolf Steiner tərəfindən özü Avstriyalı pedaqoqdur və Waldorf pedaqoji yanaşması çox sağ olun Lalə müəllimə. Mən də sizi təbrik edirəm. Waldorf pedaqoji yanaşması 1919-cu ildə Almaniyada yaradılıb və buna səbəb də fabrik işçiləri olub ki, onların uşaqları üçün məktəb yaratmaq təşəbbüsünü irəli sürüb və Waldorf yanaşması hal-hazırki təhsil sistemimizdən eynilik təşkil edir. Waldorf deyirdi ki, biz uşağı tam bir şəxsiyyət kimi yetişdirmək istəyiriksə, onda 4 inkişaf sahəsinin 4-ünü də nəzərə almalıyıq. Yəni, həm idrak, həm fiziki, həm estetik, həm də sosial-emosional inkişaf sahəsi uşaqda formalaşmalıdır ki, o tam şəkildə şəxsiyyətə çevrilə bilsin. Və bu minvalla Waldorf yanaşmasında bizim konsepsiyalardan biososioloji konsepsiya öndədir. Biososioloji konsepsiya nədir? Biogenetika, sosioloji isə çevrə mühit deməkdir. Yəni, Waldorf deyirdi ki, uşağın inkişafında 50% mühit, 50% isə irsiyyət rol oynayır və bu ikisi bütöv bir şəxsiyyəti hazırlayır. Və buna görə də Montessori ilə onun fərqli cəhəti budur ki, Montessori dünyəviliyi qəbul etmirdisə, mədəni müxtəlifliyi qəbul etmirdisə, Waldorf qəbul edir. Yəni, Waldorf yanaşmasında həm mədəni müxtəlifliyə hörmət, həm də dünyəvilik prinsipi qorunur. Bundan əlavə olaraq, bizim Waldorf yanaşmamızda səriştələrdən elə mədəni müxtəlifliyə hörmət səriştəsi, demokratiya, insan hüquqlarına hörmət səriştəsi, yaradıcılıq səriştəsi özünü göstərir.
Və beləliklə Valdorf yanaşması üçün əsas xüsusiyyətlər daha çox mənəviyyatla bağlıdır. Mənəviyyat deyəndə yaxşılıq, gözəllik, humanistlik, xeyirxahlıq, yəni daha çox mənəviyyat ön plandadır Valdorf yanaşmasında. Və Valdorf yanaşması deyirdi ki, uşaqlar təbii, qayğıkeş və belə deyək, rahat mühitdə böyüklərin xaricdən müdaxiləsi olmadan böyüməlidirlər. Və o deyirdi ki, onları əhatə edən təbii aləmi kəşf etmə imkanı verilsə uşaqlara, onlar təbii yolla inkişaf edəcəklər. Deməli, təbii yolla inkişaf buradadır. Böyüklərin xaricdən müdaxiləsinin olmaması buradadır. Daha sonra 4 inkişaf sahəsi buradadır. Humanist ideyalar buradadır. Uşaqların ruhuna azadlıq, sözlərinə söz azadlığı, daha sonra uşaqların emosiya və hisslərinin inkişafı, daha sonra uşaqlarda 7 yaşa qədər heç bir akademik biliyin yer almaması. Yəni, uşaq 7 yaşa qədər sadəcə müşahidə, oyun, təqlid, sənət, ev işləri və bağça işləri və s. vasitəsilə öz biliyinə yiyələnirdi. 7 yaşından sonra akademik fəaliyyətlər özünü göstərməli idi. Yəni, o deyirdi ki, uşaqları ağlada-ağlada nəyəsə məcbur etməkdənsə imkan yaradın, o uşaq uşaqlığının dadını çıxarsın və o uşaqlığını doya-doya yaşadıqdan sonra və siz ona elə fəaliyyətlər verin ki, onun kiçik motorikası da inkişaf etsin, onun yaradıcı düşüncəsi də inkişaf etsin ki, o artıq 7 yaşına gəlib çatdığı zaman sizə ehtiyac duymadan o fəaliyyətləri özü sərbəst şəkildə yerinə yetirə bilsin. Səsiniz açıqdır müəllimə, səsi bağlayın, səslərə nəzarət edin. Hə, bu formada yadınızda qalsın. Bundan əlavə olaraq Valdorf pedaqoji yanaşmasında uşaqlar eyni yaş qrupundadırlar. Montessori'də müxtəlif, Valdorfda isə eyni yaş qrupu özünü göstərir. Və Valdorfda öyrənmə ardıcıllığı, tanışlıq, tanışlıqdan təcrübə, bunu da necə izah edim sizə? Adicə bir şey götürək. Bu gün bizim tanış olmadığımız bir meyvə bizim ölkəmizə gəlirsə və biz birinci dəfə də onu görürüksə, əvvəlcə onu əlimizə alırıq, onunla tanış oluruq. Bu olur tanışlıq. Daha sonra onun nə işə yaradığını dərk edəndən sonra təcrübə toplayırıq. Məsəl üçün, dadırıq və bilirik ki, bunun dadı şordumu, şirindimi, turşdumu. Bundan sonra artıq onun dadına, fərqinə vardıqdan sonra o bizdə bir təcrübə yaradır. Və təcrübənin əsasında da artıq bizdə onun haqqında müxtəlif anlayışlar formalaşır. Baxın, bu Valdorf yanaşmasıdır. Yəni, Valdorf deyir ki, əvvəl uşaq tanış olur, tanışlıqdan təcrübə əldə edir və təcrübənin əsasında da artıq müxtəlif anlayışlara yiyələnmiş olur. Bu bizim Valdorf yanaşmamızın əsas xüsusiyyətlərindən biridir. Daha sonra Valdorf yanaşmasında deyirdi ki, təhsil bir incə sənətdir. Yəni, burada artıq estetik mühit yaratmaq lazımdır ki, uşaqlar o estetik mühitdə uşaqlıqlarını yaradıcı təhsil mühiti əsasında necə deyərlər, keçirə bilsinlər və orada müəyyən nüanslara yiyələnə bilsinlər. Və bunun üçün də Valdorf daha çox bədii təfəkkür məşğələsinə, daha çox bədii fəaliyyətlərə və bədii zövqə üstünlük verirdi. O daha çox şeirə, daha çox nağıla, daha çox rollu oyunlara, səhnələşdirmələrə, teatrlara, səhnəciklərə və s. əsas götürürdü. Bundan əlavə olaraq Valdorf yanaşmasında 3 dənə təməl ünsür var. Birincisi ruhun tərbiyəsidir. İkincisi uşaqlarda məsuliyyət hissinin formalaşmasıdır. Üçüncüsü isə dürüstlük və təxəyyülün inkişafıdır. Bu 3 dənə ünsür Valdorf məktəbləri üçün xarakterikdir. Bəs sizə sual verə bilərlər ki, müəllimə, niyə görə Valdorf bağçası, niyə görə Valdorf məktəbi? Deyirsiniz ki, Valdorf məktəbində uşağın şəxsi inkişafı dəstəklənir. 1. İkinci, təlim uşağın nəyi düşünməsinə yox, necə düşünməsinə əsaslanır. Uşağın yaradıcılığı dəstəklənir və çox istiqamətli inkişafına şərait yaradılır. Bu məktəbi uşaqlar bitirdikdən sonra artıq heç bir kəsə ehtiyac duymadan yaşayırlar, inkişaf edirlər. Və 5-incisi, burada rejim var. Rejim nə deməkdir? Yəni, hər gün təkrarlanan fəaliyyətlər.
Buna deyilir gündəlik ritmik fəaliyyətlər. Yəni hər gün uşaqların yatma vaxtı eyni saatdadır. İndiki kimi də, yəni indiki bağçalar kimi oynama vaxtı 1 saatdadır. Qəbul saatı tamam başqadır. Yəni bütün fəaliyyətlər eyni saatda hər gün təkrarlanır. Harda? Bizim Waldorf yanaşmamızda. Bundan əlavə olaraq Waldorf yanaşması deyir ki, uşaq doğulan andan bacarıqlıdır və onun bir ruhu var. O bir ruha sahibdir. Və bədən, zehin, ruh buradadır. Əl, ayaq, baş, ürək buradadır. Sağlamlıq, təcrübə, güvən buradadır. Bacarıq, istedad, ağıl və qəlb buradadır. Edə bilmək, düşünmək, hiss etmək buradadır. Yəni bu dediklərimizin hamısı kompleks olaraq bizim Waldorf yanaşmamızdadır. Bundan əlavə olaraq müəllimlər, Waldorf bağçalarında heç bir texnologiyaya icazə verilmirdi. Yəni hər şey təbii olmalıydı, əllə hazırlanmalıydı. Elə ona görə də Waldorf bağçalarında əl əməyi çox önəmlidir. Yəni harda bir sabah sizə testdə deyəcək ki, bu yanaşmaya əsasən uşaqlar daha çox əyani praktik fəaliyyətlərlə məşğul olur. Bir çox müəllimə onu götürəcək Montessoriyə, bilirəm ki. Amma əslində Montessori deyil. Əyani praktik fəaliyyət nədir? Uşağın əlləri. Uşaq daha çox əlləri ilə, məsəl üçün, tikinti quraşdırma Waldorfdadır. Əl əməyi Waldorfdadır. Deməli, harda əyani praktik fəaliyyət varsa, orada Waldorf var. Ona görə əl, ayaq, baş, ürək deyirik. Əllər çiçik motorikadır. Ayaqlar rollu oyunu gerçəkləşdirir. Baş yaradıcılıqdır. Ürək isə emosiya və hissdir. Aydın olurmu? Yəni buna görə də harda əyani praktiklik gördünüzsə Waldorfdur. Tikinti quraşdırma Waldorfdur. Əl əməyi Waldorfdur. Daha sonra Waldorf yanaşmasında ona əsasən də mühitə ancaq təbii materiallar və daha çox belə deyək, məsəl üçün qozalardan, balıq qulaqlarından, taxtadan, xüsusilə də taxtalar Waldorf yanaşmasında çox önəmlidir. Yəni qrup otağında heç bir plastik, sintetik heç nə görə bilməzsiniz. Bu formada yadınızda qalsın. Əlavə olaraq Waldorf bağçalarında mövsüm masaları yer alır. Mövsüm masası da nədir? Məsəl üçün, indi biz yaz fəslində isə yaz fəslinə aid olan məmulatlar həmin masada sərgilənir. Uşaqlar bilir ki, bu məmulatlar yaz fəslinə aiddir. Sonra yay fəslinə aid olanlar gətirilir. Sonra payız, sonra qış. Bu formada uşaqlar hər fəslin özünə məxsus xüsusiyyətləri ilə tanış olur. Bu da yenə Waldorf yanaşmasındadır. Bundan əlavə olaraq Waldorf yanaşmasında qrup otaqları dairə formasında olur müəllimlər. Və dairə formasında olmasına da səbəb nə idi? Waldorf düşünürdü ki, əgər qrup otağı dairə formasında olarsa, uşağın təxəyyülü yaxşı inkişaf edəcək. Yox, əgər qrup otağı 4 bucaq formasında olarsa, onda uşağın təxəyyülü inkişaf etməyəcək. Buna görə o qrup otağını dairə formasında hazırlayırdı və qrup otağı 4 hissəyə bölünürdü. Birinci böyük oyun zonası, ikinci kiçik rollu oyunlar zonası, üçüncü gündəlik fəaliyyət zonası idi. Dördüncüsü isə incəsənət zonası idi. Bu 4 dənə zonaya ayırırdı otaqları. Bu da bizim Waldorf yanaşmamız və Waldorfun əsas xüsusiyyətlərindən biri də buydu ki, Waldorf birbaşa olaraq uşağın uşaqlığını yaşamasına şərait yaradan bir yanaşma idi. Bu bizim Waldorf yanaşmamız. İndi deyin, 2 dənə yanaşmadan hansını tam başa düşmədinizsə izahını verin və yaxud sualınız varsa deyin, cavablandırın. Aydındır? Sualınız var mı müəllimlər? Müəllimə, axşamınız xeyir. Vaxtınız xeyir, günləri müəllimə. Buyurun canım. Müəllimə, bu dərsin telefisini atasınız qrupa. Hə, slaydını göndərəcəm, bəli. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Sağ olun, var olun. Çox sağ olun müəllimə. Başa düşdük bu dərsi və mən Waldorfun tərəfdarıyam. Waldorfun, hə, elə bir çox müəllim. Əslində sizə sabah müsahibədə sual versələr ki, Arzu müəllimə, siz hansı yanaşmanı daha çox üstün tutursunuz? Elə deməməlisiniz. Deməlisiniz ki, bütün yanaşmalar hər birinin özünə görə, özünə məxsus xüsusiyyəti var və mən hər birini öz təlim mühitimdə tətbiq etdiyim üçün onları bir-birindən ayırmıram və hər birinin özünə görə
öz xüsusiyyətini nəzərə alaraq təlimlərimdə istifadə edirəm. Yəni orada ayrı seçkilik etməyəcəksiniz. Hər birini hətta adlandıra bilərsiniz ki, məsəl üçün bədii təfəkkür məşğələsində Valdorfa üstünlük verirəm. Riyaziyyat məşğələsi birbaşa Montessorini mənə xatırladır. Uşağın animizm dövrü mənə Piaget nəzəriyyəsini xatırladır. Daha sonra uşaqlarla onlara köməklik edən zaman, fəaliyyətlərində fasilitatorluq edən zaman Vygotsky yanaşması, nəzəriyyəsi yadıma düşür. Emiliya yanaşmasını isə daha çox ətraf aləmlə tanışlıq məşğələsində və uşaqların bircə kollektiv əməkdaşlığında nəzərə alıram. Yəni bu formada hamısını hallandırırsınız ki, onlar görsün ki, siz hər birindən xəbərdarsınız və hər birini özünə məxsus şəkildə məşğələlərinizdə tətbiq edə bilirsiniz. Yəni indi mənə deyə bilərsiniz. Mənim özüm də Valdorf və Froebelin tərəfdarıyam daha çox. Amma uşaqlarda müstəqil öyrənməni nəzərə aldığı üçün Montessori də favori seçimlərim arasındadır. Bu belə. Hə, müəllimə. Sadəcə mən öz fikrimi dedim. Ona görə ki, uşaq yönlüdür, uşağa tərəfdir. Uşağın o bayaq özünüz söylədiniz, ağlaya-ağlaya öyrənməməsi üçün. Mən elə fikirləşirəm ki, bəli, uşaq 7 yaşınacan öyrənməlidir. Uşağa biz öz hərəkətimizlə, yəni öz dünya görüşümüzlə onlara yaxşı şeylər öyrətsək, uşaq daha yaxşı öyrənərdi. Biri bəlkə ağlaya-ağlaya öyrədirik nəyəsə. Ona görə dedim mən. Bəli. Ümumiyyətlə, bütün yanaşmaların hamısı uşaq yönümlüdür. Hamısının mərkəzində uşaq dayanır. Sadəcə Montessori'də dünyəvilik pozulur. Dünyəvilik pozulur Montessori yanaşmasında. Amma digərlərində də, həmçinin Montessori'də də uşaq yönümlülük mərkəz anlayışlardan biridir. İndi keçək Emiliya yanaşmasına. Emiliya yanaşmasında isə əsas məsələ nədir? Emiliyanın da banisinin əsl adı Loris Malaguzzi'dir. Sadəcə olaraq Emilia, Reggio Emilia İtaliyanın bir şəhəri olduğu üçün adı oradan götürüb və öz yanaşmasına Reggio Emilia adını verib. Və burada əsas ideya nədir? Burada əsas ideya uşaqlar arasında əməkdaşlıqdır. Yəni Emiliya yanaşmasının da belə deyək, konsepsiyası sosioloji konsepsiyadır. Sosial konstruktivizmdir. O da Vygotsky ilə çox bənzəyir. İndi fərqi nədir? Fərqi budur ki, hər ikisi əslində sosial konstruktivizmdir, amma Emiliya yanaşmasında daha çox belə deyək, mühitə üstünlük verilirsə, Vygotsky yanaşmasında isə daha çox böyüklər və böyüklərin scaffolding fəaliyyəti ön planda olur. Fərqi budur. Bundan əlavə olaraq Malaguzzi düşünürdü ki, uşaqların idraki fəaliyyəti ön planda olduğu üçün mühit idraki fəaliyyətə yönəlik olmalıdır və bununla yanaşı olaraq uşaqlarda həmçinin fiziki və sosial cəhətdən də inkişafına təkan verməlidir. Yəni, yalnız idraki deyil, həm də fiziki və sosial cəhətdən də inkişafını nəzərə alan bir yanaşmadır Emiliya yanaşması. Və Emiliya yanaşmasında uşaqların araşdıraraq öyrənməsi əsas məsələdir. Yəni, uşaqlar araşdıraraq öyrənir və araşdırma daha çox hansı məşğələyə əsaslanır? Ətraf aləmlə tanışlıq məşğələsinə. Deməli, ətraf aləmlə tanışlıq məşğələsi Emiliya, bədii təfəkkür, Valdorf, riyaziyyat, Montessori. Və bu ətraf aləmlə tanışlıq məşğələsi uşaqlarda ən çox hansı səriştəni formalaşdırır? Fəal vətəndaşlıq mövqeyi səriştəsini, bir də milli kimliyin dərki və milli iftixar hissini formalaşdırır, düzdürmü? Tələbatlardan da idrac tələbatını və ünsiyyət tələbatını qarşılayır. Deməli, bizim Emiliya yanaşmasında da bunların hamısını biz uşaqlarda formalaşdıra bilirik. Bundan əlavə olaraq, Emiliya məktəbinin əsas cəhəti uşağa mərkəzləşmiş sistemdir. Ailə və müəllimlərin qarşılıqlı əlaqəsidir və uşaqların 4 ay 3 yaş, 3 yaş, 6 yaş olmaqla 2 fərqli yaş qrupunda birləşməsidir. Bəs deyə bilərsiniz, müəllimə, Montessori'də də müxtəlif yaş var. Emiliya yanaşmasında da müxtəlif yaş var. Bəs fərqi nədir? Fərqi budur ki, testə baxıram. Testə baxanda görürəm ki, testdə deyir ki, uşaqlar müxtəlif yaş qrupunda ona görə birləşir ki, sosial öyrənmə gerçəkləşsin. Yəni, böyüklər balacaları öyrədir və bunun nəticəsində sosial öyrənmə gerçəkləşir. Bu olacaq Emiliya yanaşması. Amma desək ki, bu yanaşmada uşaqların müxtəlif yaş qrupunda olmasına səbəb
uşaqların mərhələli inkişafıdır. Bu artıq Montessori'dir. Deməli, mərhələli inkişaf Montessori böyüklərin balacaları, yəni uşağın özündən daha böyük, bilikli bir şəxsdən məlumatı alması və sosial öyrənmənin gerçəkləşməsi olacaq Emiliada. Bu belə. Emilia deyirdi ki, öyrənmə zamanı uşaqların keçirdiyi hisslər çox önəmlidir. Və bu səbəbdən təlim fəaliyyəti onları maraqlandıran mövzular əsasında qurulmalıdır və öyrənməni istədikləri tərzdə uşaqlar üçün təşkil etmək lazımdır. Yəni, baxın, emosiya və hisslərin inkişafı Waldorfdadır. Amma uşaqların öyrənmə zamanı keçirdiyi hisslər böyük rol oynayır. Bu artıq öyrənmə zamanı ilə yadınızda qalsın, bu Emiliadır. Həmçinin deyir ki, öyrənmə zamanı uşaqların öz emosiyalarına qapılması onların təlimi mənimsəməsinə kömək edir. Baxın, emosiyalara qapılmaq yenə Emiliadır. Amma desə ki, uşaqlarda emosiya və hisslərin inkişafı o Waldorfdadır. Belə yadınızda qalsın. Ondan əlavə deyə bilərəm ki, Montessori'də müəllimə gözə görünməz oldu. Waldorfda müəllimə uşaqlarda bircəlik və bərabərlik hissini formalaşdıran mənəvi bələdçidir. Emiliada isə müəllimə kompas rolunu oynayır. Müəllimənin rolu nədir? Kompas. Yəni, müəllimə uşaq üçün cavabdeh bələdçidir. Müəllimə uşaq üçün fasilitatordur. Yanaşmalardan fasilitatorluq Emiliadadır. Nəzəriyyələrdən fasilitasiya və fasilitatorluq bizim Vygotsky nəzəriyyəsindədir. Müəllimənin uşaqların düzgün qərar qəbul etməsində cavabdeh bələdçi olması harda oldu? Bizim Emiliada oldu və qərar qəbul etmə səriştəsi də elə Emilia yanaşmasında əsas faktorlardan biridir. Və uşaqlar burada özlərini ifadə etməyə təşviq olunmalıdır. Hətta o diaqnostikada düşmüşdü uşağın 100 dili. 100 dil deyəndə uşağın 100 dənə xarici dil bilməsi demək deyil. Uşağın özünü müxtəlif vasitələrlə ifadə etməsi deməkdir. Uşaq var rəsmlə özünü ifadə edir, uşaq var musiqi ilə, uşaq var ətraf mühitlə özünü ifadə edir, uşaq var nitqi ilə özünü ifadə edir. Yəni, hər uşağın özünü ifadə etmə qabiliyyəti müxtəlifdir və bu müxtəlifliyə görə uşağın 100 dili elə buradan yaranıb. Yəni, uşaq özünü müxtəlif vasitələrlə, müxtəlif, belə deyək, faktorlarla ifadə edə bilir. Harda? Bizim Emilia yanaşmamızda. Bundan əlavə olaraq, burada uşaq-uşaq, böyük uşaq arasında olan sosial əlaqə çox önəmlidir. Burada mühit 3-cü müəllimdir. Mühit niyə görə 3-cü müəllimdir? Burada məsəl üçün mühit artıq uşağın özünün öyrənməsinə şərait yaradır. Yəni, uşaq mühitə baxır, məsəl üçün, ətraf aləmlə tanışlıq məşğələsidir. Ağacı kəşf edir, təbiəti kəşf edir və bunun nəticəsində həmin o mühit uşaq üçün 3-cü müəllim rolunu oynayır. Bu formada yadınızda qalsın. Və burada əsas məqamlardan biri, baxın, sensor inkişaf Montessori'də də var, burada da var. Fərqi nədir? Əgər sadalasam, Emiliadır. Amma sadəcə desəm ki, sensor hiss üzvləri vasitəsilə uşağın dərk etməsi o Montessori'dir. Bir də var, sadalayıram. Deyirəm, hərəkət edir, qulaq asır, görür, dadır, toxunur. Bu artıq Emiliadadır. Bundan əlavə müşahidə və kəşf edir, bu da Emiliadadır. Yəni, bu formada sadalayıramsa, bu Emiliadadır. Yox, sadəcə olaraq deyirəm ki, uşağın inkişafı sensor hisslər vasitəsilə tənzimlənir. Bu artıq Montessori'dədir. Bundan əlavə olaraq bizim Emilia yanaşmamızda cüt və kollektiv iş formasına istifadə olunur və qiymətləndirilməsi də elə Emilia yanaşmasında əsas götürülür. Yəni, uşaqların qiymətləndirilməsi, hansı ki, şəxsi inkişafı izləmənin əsasında biz portfolyonu tərtib edirdiksə, Emilia yanaşmasında flowchartdan istifadə olunur. Flowchart da nə deməkdir? Blok sxem deməkdir və o ilk dəfə flowchartı fiziki mədəniyyət məşğələsində istifadə etmişdir. Onun əsasında uşaqların addım-addım irəliləyişlərini qeyd etmişdir. Yəni, keçmişi ilə hazırki vəziyyətini dəyərləndirmək və gələcəkdəki inkişaf tempi haqqında proqnoz vermək üçün istifadə olunan bir vəsait idi flowchart. Bu da bizim Emilia yanaşmamız. Bundan əlavə Emilia yanaşmasında uşaqlarla 3 il ərzində eyni müəllimə çalışırdı və daha sonra həmin müəllimə uşaqları müşahidə edərək onların ehtiyaclarını, tələblərini müəyyənləşdirir və bundan sonra isə o həftəlik plan əsasında hər bir uşağa fərdi yanaşma nümayiş etdirirdi.
Burada bircə qurma üsulu əsasdır. Burada layihə əsaslı təlim əsasdır. Burada müzakirə işi üsulu əsasdır. Burada rəsm və musiqi məşğələsi çox önəmlidir. Araşdırmaq, kəşf etmək, sensorlu məsai üzərində qazmaq, tökmək, oyun meydançasında tapdıqları əşyaları sıralamaq və toplamaq. Bunlar hamısı da yenə Emiliya yanaşmasındadır və Emiliya yanaşmasında uşaqlarımız əsl vətəndaş kimi böyüyür, öz problemlərinin öhdəsindən gəlmək bacarığına yiyələnir və kollektivlə işləməyi bacarırlar. Və hər üç yanaşmanın ortaq cəhəti isə təhsilə yeni bir konsepsiya gətirmələri və hər üçünün də mərkəzində uşaqların dayanmasıdır. Bu bizim 3 dənə yanaşmamız. Frebel haqqında da məlumat verin müəllimlər. Bu da bizim Emiliyamız. Bura qədər sualınız varsa verin. Müəllimə salam. Bayramınızı təbrik edirəm. Salam can, çox sağ olun. Müəllimə açar sözləri açarsınız, yəni o Emiliyanın da bu yanaşmaları. Atacağım, narahat olmayın, atılacaq. Mən çatdırıb yaza bilmədim, siz dedikcə ona görə. Yox, atılacaq, narahat olmayın. Qrupa göndərəcəm. Sağ olun, çox sağ olun. Sağ olun. Axşamınız xeyir. Hər vaxtınız xeyir Vəfa müəllimə, buyurun can. Bayramınızı təbrik edirəm. Çox sağ Bütün olun. müəllimələrin bayramı. Sizdən bahəm. Müəllimə, nə qəşəng bütün nəzəriyyələr artdırdınız. Bunu da bizim qrupa atarsınız da zəhmət olmasa. Tamam, atacağım. Yaxşı. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir can, çox sağ olun. Siz necəsiz? Sağ olun. Müəllimə, heç Gardnerdən danışmadılar. Düşməyəcək oyun tamam. Gardnerdən istəyirsinizsə elə danışaram ondan da. Bir Frebel qalıb, bir də Gardner qalıb. Hə, tamam, danışaram. İkisindən də danışaram indi. Sağ olun. Siz sağ olun. Bir Frebel haqqında da ümumi şəkildə məlumat verək. Frebel nəzəriyyəsinin əsası nədir? Deməli müəllimlər, Friedrich Frebel, mən buna həmişə Waldorfun qardaşı deyirəm. Çünki çox bənzəyirlər bir-biri ilə və hər ikisinin də əsasında elə biososioloji konsepsiya dayanır və hər ikisi həm bioloji, həm də sosioloji faktorlara əsas götürən bir belə deyək nəzəriyyədir. Frebel əsas etibarı ilə məktəbəqədər təhsilin banisidir deyərdim. Niyə görə? Çünki ondan əvvəl uşaq evləri olub, amma ondan sonra uşaq evləri və bağçalarda təlim və tərbiyə işi ilə məşğul olan tərbiyəçilər formalaşmağa başlayıb. Yəni təhsil və tərbiyəni bağçalara gətirən şəxs Frebel olub. Və o ilk bağçanı bunun əsasında yaradan bir şəxs olub ki, 1839-cu ildə yaradıb və bu uşaq bağçası digər uşaq bağçalarından və digər uşaq evlərindən özünün təhsili və tərbiyəsi ilə fərqlənirdi. Ona görə sabah testdə desək ki, təhsil və tərbiyəni bağçalara gətirən kimdir? Deyirsiniz Friedrich Frebel'dir. Və Friedrich Frebel uşaq bağçalarının əsas məqsədi uşağın təbii qabiliyyətlərinin inkişafıdır. Baxın, indi müqayisə edək. Waldorfda dedik ki, uşaq təbii aləmi kəşf edərsə, onun üçün, yəni bu çox əsasdır, təbii aləmi kəşf etmək. Təbii aləmi kəşf etmək Waldorfdadır, amma uşağın təbii qabiliyyətlərinin inkişafına kömək etmək bu hardadır? Bu Frebeldədir. İndi müqayisəli şəkildə mən deyəcəm ki, sonra videoya da baxanda tam beyninizdə formalaşsın. Və onun fikrincə uşaq hər tərəfli şəxsiyyət kimi inkişaf etməlidir. O deyirdi ki, uşaqlar bir çiçək kimi böyüyür. Elə uşaq bağçası ifadəsi də buradan yaranıb. Üzr istəyirəm. Uşaq bağçası ifadəsi də buradan yaranıb belə. Və o bir növ uşaqları çiçəyə, müəlliməni isə bir bağbana bənzədirdi. Və bu əsaslarla da o bir çox belə deyək, alimin fikirlərindən, pedaqoqların fikirlərindən bəhrələnmişdir. Məsəl üçün Pestalozzi'nin, Kamenskinin fikirlərindən bəhrələnib və öz hədiyyələrini, yəni öz didaktik materialları olan hədiyyələrini hazırlamışdır. Və Frebeldə əsas məqam nədir müəllimlər? O oyunları diqqətdə saxlayırdı. Yəni, məsəl üçün, Montessori'də də oyun diqqətdə idi, digər yanaşmalarda da. Amma buradakı oyunun məqsədi nədir? Buradakı oyun yalnız uşağı fiziki və əqli cəhətdən inkişaf etdirmək deyil, həm də uşağın mənəvi cəhətdən də inkişafına yönəlməli idi.
Deməli, oyunun təkcə fiziki və əqli deyil, həm də mənəvi cəhətdən uşaq üçün önəmi hardadır? Frebeldədir. Yəni, oyunlar zamanı uşaq fiziki cəhətdən inkişaf etdiyi kimi, əqli intellektual baxımdan da inkişaf etməlidir. Həmçinin mənəvi cəhətdən də inkişafa nail olunmalıdır. Və uşaqlarda bu mənəvi inkişafı formalaşdırmaq tərbiyəçidən deyirdi, böyük məharət tələb edir. Bu nə deməkdir? Yəni, tərbiyəçi oyun zamanı uşaq ağlayanda ağlamalıdır, güləndə gülməlidir, kədərlənəndə kədərlənməlidir ki, uşaq bunun əsasında mənəvi xüsusiyyətlərə yiyələnə bilsin. Bu belə. Bundan əlavə olaraq demək olar ki, Frebelin uşaq bağçasında əsas məqam oyun texnologiyalarıdır. Yəni, harda oyun texnologiyasını görsəz, bilin ki, bu Frebeldir. Və oyun zamanı tərbiyəçi müəllimlə uşağın mənəvi dünyasının vəhdəti yaranırdı. Yəni, tərbiyəçi müəllim və uşağın mənəvi dünyasının vəhdətinin yarandığı tərbiyə metodu kimdədir? Frebeldədir. Baxın, zehin və ürəyin vəhdəti, Montessori, oyun zamanı tərbiyəçi ilə uşağın mənəvi dünyasının vəhdəti kimdədir? Frebeldədir. Bu da belə yadınızda qalsın. Daha sonra əsas məqamlardan biri də Frebeldə nədir? Frebeldə müxtəlif hədiyyələrdən istifadə olunurdu ki, digər yanaşmalarda görürsünüz oyun deyirik, amma burada hədiyyə deyirik. Çünki Frebel hər bir şeyi uşaqlar üçün düşünürdü və o uşaqlarda maraq oyatmaq üçün, sevinç hissini formalaşdırmaq üçün öz oyunlarını hədiyyələr olaraq adlandıraraq uşaqların, belə deyək, sevincinə vəsilə olmaq istəyirdi. Və bundan əlavə olaraq Waldorf sistemi kimi Frebel sistemində də bədii zövq çox önəmlidir. Sadəcə fərqi nədir? Məsəl üçün biz Waldorfda teatr, səhnəcik, tamaşa dedik, amma Frebeldə isə deyəcəyik qiraət, modelləşdirmə, aplikasiya, sonra xalq yaradıcılığı. Bunlar isə birbaşa olaraq Frebelin adı ilə bağlıdır. Harda modelləşdirmə, harda aplikasiya, harda belə deyək, xalq yaradıcılığını görsəz, bu Frebeldir. Amma teatr, səhnəcik, bədii təfəkkür məşğələsi, hekayə, nağıl daha çox o özünü göstərəcəkdir Waldorf yanaşmasında. Və Waldorfda da mənəviyyat var, Frebeldə də mənəviyyat var. Fərqi nədir? Waldorfda müəllimə uşaqlarda bircəlik, bərabərlik zamanı mənəviyyatı formalaşdırırsa, Frebel isə uşaqlarda oyun zamanı tərbiyəçi müəllimlə uşağın mənəvi dünyasının vəhdətini, mənəviyyatını formalaşdırır. Bu formada yadınızda qalsın. Daha sonra Frebel düşünürdü ki, biz oyunlar vasitəsilə uşaqları, belə deyək, o kövrək uşaq dünyasından zəngin mənəviyyatlı insan dünyasına keçid etdirə bilərik. Bu da yenə Frebel yanaşmasındadır. Əlavə olaraq deyə bilərəm ki, Frebel yanaşmasında uşaqların sözləri, hərəkətləri, duyğuları, öz təəssüratları sözlər vasitəsilə ifadə olunurdu. Yəni, uşaq təəssüratını da, uşaq duyğusunu da, uşaq yaşadığı hər bir şeyi sözlərlə ifadə edə bilirdi. Ümumiyyətlə, Frebel yanaşmasının nəzəriyyəsində bütün məşğələlər demək olar ki, musiqili, demək olar ki, belə şeiryanə bir şəkildə təşkil olunurdu. Hər şey sanki bir şeir formasında, sanki bir, necə deyərlər, deyişmə formasında, musiqili, ritmik formada təşkil olunurdu. Və həmçinin Frebeldə dini məşğələlərdə yer tuturdu. Dini məşğələlər də elə bizim Frebel yanaşmamızdadır. Və o, oyun vasitəsilə ağıllı insan yaratmağın təməllərini qoymaq istəyirdi. Və Frebelin məqsədi ailələri, anaları əvəz etmək yox, sadəcə analara uşaqların psixologiyası haqqında məlumat verib, onları inkişaf etdirmək idi. Beləliklə, müəllimlər, Frebel yanaşmasında oyunlar 3 dənə funksiyanı yerinə getirir. Hansı funksiyalardır? Birinci funksiya zehni, yəni psixi prosesləri inkişaf etdirir. İkinci funksiyası sensor, yəni uşağın sensor standartlarını inkişaf etdirirdi. Üçüncü funksiyalı oyunlar isə motor, yəni motor bacarıqları inkişaf etdirən oyunlar idi. Bu belə. Frebelin hədiyyələri var idi. Birinci hədiyyəsi toplar idi ki, bu toplar vasitəsilə uşaqlar dünyanın tam, bütöv, bölünməz olduğunu dərk edirdilər və 2-3 aylıqdan məsləhət görürdü.
İkinci hədiyyəsi 6 aydan sonra verilirdi uşaqlara və uşaqlar burada öz bədən quruluşları ilə maraqlanmağa başlayırdı və bu oyuncaq onlara böyük bir ləzzət verirdi. Bu oyuncaq vasitəsilə uşaqlar ziddiyyət anlayışı ilə tanış olurdu. Yəni ziddiyyət nə deməkdir? Uşaq görürdü ki, kürə oynayır, fırlanır, amma kub heç cürə fırlanmır. Və bunun nəticəsində başa düşürdü ki, biri fırlanır, biri fırlanmır və ziddilər bir-birlərinə və nəticədə də özünün də orqanlarına, özünün də belə deyək, funksiyalarına bir ziddiyyət anlayışı ilə yanaşırdı. Üçüncü hədiyyəsi 8 hissəyə bölünmüş kubikdir və bu kubiklər artıq 3 yaşa qədər olan uşaqlar artıq əşyanın bütövlüyü, tamlığı haqqında məlumatlıdır deyə artıq 3 yaşından sonra uşaq başlayır onun daxilinə enməyə. Yəni sökmək istəyir, dağıtmaq istəyir, içinə baxmaq istəyir və nəticədə onun daxili quruluşu ilə tanış olmaq istəyir və o düşünürdü ki, 3-cü hədiyyə məhz buna görə önəmlidir. Yəni uşaq artıq 3-cü hədiyyənin vasitəsilə söküb yığırdı, daha sonra və yeni bilik əldə edirdi. Əşyanın daxili ilə tanış olur. Bir var, əşyanın tam bütöv olması birinci hədiyyədir. Bir də var, yeni bilik əsasında əşyanın daxilinə enmək, bu 3-cü hədiyyədədir. 4-cü hədiyyəsi isə artıq uşağa uzundur, enlidir, hündürdür, daha sonra məkan, həcm kimi təsəvvürlərə yiyələndirirdi. 5-ci hədiyyəsi uşaqlarda 27 hissəyə bölünmüş kubik idi ki, burada 21-i bütöv idi, 3-ü 4-ü kiçik, 3-ü isə kəsik idi və uşaqlar bu hədiyyə vasitəsilə 300-ə qədər fiqur düzəldə bilir. 6-cı hədiyyəsi isə 27 hissəyə bölünmüş kərpic və uşaq bunun vasitəsilə tikinti materialı kimi istifadə edirdi. Yaş dövrləri var Frebelin. Körpəlik dövrü 2-3 yaşdır. Məktəbə qədər dövr 3-7 yaşdır. Erkən yaş 7-10 yaşdır. Yeniyetməli isə 11-15 yaşdır. Hədiyyələrini isə özüm necə yadımda saxlamışamsa sizə də belə deyim. Baxın, birinci növbədə 3-cü hədiyyədən sonra kubik, kərpic. Yəni birinci kubik gəlir, sonra kərpic gəlir. Məsəl üçün 8 hissəyə bölünmüş kubik uşağın o yeni bilik əldə etməsidir. Sonrakı hədiyyə həcm, məkan təsəvvürüdür. Yəni 8 hissəyə bölünmüş kərpicdir. Sonra yenə kubik gəlir. Burada 300-ə qədər fiqur düzəltməkdir. Sonra yenə kərpic gəlir. Orada da artıq tikinti materialı kimi istifadə olunur. Bu formada Frebeldə yadınızda qalsın. Bu da bizim Frebel nəzəriyyəmiz. Və həmçinin Frebel deyirdi ki, uşaq ətraf aləmi 2 yolla empirik şəkildə xarici hiss orqanları və hərəkətin köməyi ilə təcrübədə dərk edir. Bu Frebelə aid olan məqamlardır. Bu da Frebel. Bir dənə qaldı Gardner. Suallarınız varmı? Aydındır müəllimlər Frebeldə. Səsiniz gəlmir. Çox sağ olun müəllimə, gözəl izah edirsiniz. Siz sağ olun can. Əsas odur başa düşürsünüzsə əla. O qədər aydın danışırsınız ki, daha sual verməyə ehtiyac olmur. Çox sağ olun. Siz sağ olun. Allah sizi var eləsin. Çox sağ olun Vəfa müəllimə. İndi keçək onda Gardner nəzəriyyəsi haqqında da Elmira müəllimə istədi. Ona da bir toxunaq. Gardner nəzəriyyəsindən imtahanda bir sual düşür, miqdə də bir sual düşmüşdü, amma digər yanaşmalardan ümumilikdə nəzəriyyə qarışıq 8 sual var idi müəllimlər, nəzərinizə çatdırım. Yəni Gardnerlə bir yerdə 9 sual deyək. Ona görə nəzəriyyələri və yanaşmaları çox önəmli bir şəkildə yaddaşınızda saxlamalısınız ki, imtahanda, sertifikasiyada da çox güman ki, üstünlük verilən mövzulardan olacaq. Gardner nəzəriyyəsi çox növlü zəka nəzəriyyəsidir və Gardner 1983-cü ildə çox şaxəli intellekt nəzəriyyəsini irəli sürmüşdür və o deyirdi ki, hər insanın belə deyək, bir-birindən fərqli olaraq intellekt növü var. Yəni, hər bir şəxs özünə məxsus formada inkişaf edir. İndi özümüzdən götürək də, elə müəllimə var, o, mən izah edirəm, səsli anlayır. Elə müəllimə var, onu səsli dinləsə də, özü bir dəfə, 2 dəfə onu oxumasa dərk etmir. Yəni, hər bir insanın özünə məxsus bir keyfiyyəti var və anlama səviyyəsi var. Uşaqlar da belədir. Yəni, hər uşaqda
bir formada müxtəlif intellekt növünə əsasən bilikləri əldə edə bilir. Və Gardner qeyd edirdi ki, birinci növbədə uşaqların öyrənmə özəlliklərini müəyyən etmək və buna uyğun fəaliyyət vermək lazımdır. Və bunu da necə edirik? Uşağın ən çox hansı fəaliyyətlə məşğul olduğunu müşahidə edirik. Məsəl üçün, uşaq var, qaçır elə, tutaq ki, təbiət göşəsinə. Bu uşaq daha çox naturalistdir. Uşaq var, daha çox qaçır elm göşəsinə. Bu uşaqda məntiqi, riyazi intellekt növü var. Uşaq var, daha çox şəkillərə, kitab göşəsinə qaçır. Bu uşaq daha çox vizual intellekt növündədir. Yəni, hər uşağı biz müşahidə edirik və müşahidə əsasında müəyyənləşdiririk ki, bu uşağın intellekti hansı intellekt növünə uyğundur. Bundan əlavə, ailələrlə söhbət əsnasında da biz uşağın evdə ən çox hansı fəaliyyətlə məşğul olmasını öyrənsək, onun hansı intellekt növünə malik olduğunu da yenə müəyyənləşdirə bilərik. Və uşaqların 8 dənə intellekt növü var. Var verbal lingvistik, var məntiqi riyazi, var məkan vizual, var bədən kinestetik, musiqili ritmik, şəxslər arası, fərd daxili və naturalist. Birinci növbədə verbal lingvistik intellekt növü nədir? Burada müəllimlər, verbal nə deməkdir? Sözlü deməkdir. Yəni, nitq var burada deməkdir. Yəni, burada şifahilik var. Burada artıq uşaqlar həm şifahi şəkildə, həm də yazılı şəkildə, çox gözəl şəkildə ondan istifadə edə bilir. Və burada daha çox uşaqlar suallar verir, daha çox danışır, daha çox oxuyur, yazır, belə deyək, yaxşı lüğət ehtiyatı var uşağın. Asanlıqla yeni dil öyrənə bilir uşaq. Deməli, bu uşaqda artıq nə var? Verbal, lingvistik, intellekt növü var. Yəni, sual verən uşaq, müzakirələrdə aktiv olan uşaq, yaxşı hekayə danışan uşaq, şeir danışmağa meyilli olan uşaq. Yəni, bir növ Vakonun ideallığı da belə deyək. Danışmaq burada daha çox hardadır? Verbal, lingvistikdədir. Bu belə. Gəldik məntiqi riyazi. Məntiqi riyazi isə daha çox uşağın təsnif etməsi, uşağın qruplaşdırması, hesablaması, rəqəmlərlə oynaması, problem həll etməsi, tənqidi düşünməsi, məntiqi yaxşı anlaması, səbəb-nəticə əlaqəsini qurması, bunlar isə düzgün mühakimə etmək, düzgün təhlil etmək, qarşılaşdırmaq, fərqləndirmək, bunlar hamısı məntiqi riyazi intellektdədir. Məkan vizualı isə bu uşaqlar gözləri ilə gördüklərini, belə deyək, daha yaxşı qavrayırlar. Yəni, burada daha çox vizuallıq, şəkildir, modeldir, şəkil çəkməkdir, cızma qara etməkdir, şəkillərlə, videolarla, daha sonra daha çox qrafiklərlə, yəni harda şəkil, məsəl üçün bu uşaqlar bir dəfə getdiyi yeri artıq beynində vizual şəkildə saxlaya bilir. Çünki onlarda məkan vizual intellekt var. Deməli, bu uşaqlar daha çox gözlə görərək onu mənimsəyir. Yəni, əyanilik prinsipi əsasında görür və görmə əsasında onu yadında saxlayır. Sonra bədən kinestetik var. Burada daha çox hərəkətli kinestetika var. Yəni, məsəl üçün, rollu oyunlardır, toxunmaqdır, taktil, yəni. Daha sonra fiziki hərəkətlərdir, qurmaqdır, məsəl üçün, quraşdırma fəaliyyətləridir. Bunlar daha çox özünü bədən kinestetikdə göstərəcək. Musiqi ritmik də daha çox səslərdir, daha çox ritmdir, melodiyadır, tembirdir, tondur. Bunlar hamısı da musiqi ritmikdədir. Şəxslər arası intellekt növündə uşaqlar ekstrovert olur. Ekstrovert nə demək idi? Yəni, daha çox sosial, ünsiyyəti sevir, danışır, digər insanlarla əlaqə qurmağa, belə deyək, həvəslidir, danışqandır. Yəni, danışqanlıq nə mənada? Diyaloq qurmağı sevir, özünü digər insanlara sevdirməyi bacarır. Daha sonra liderlik bacarığı nümayiş etdirə bilir, məsləhətçi, vasitəçi rolunda çıxış etməyi bacarır. Sonra hissləri, niyyətləri, motivasiyaları, əhval-ruhiyyəni dərk etmək bacarığına sahib olursa, bu şəxslər arası intellekt növüdür. Bir də var fərd daxili, yəni introvert. Burada artıq uşaq özü ilə maraqlanır. Yəni, bu uşaqlar ancaq özü haqqında məlumatlı olur. Özünü dərk edir, daha sonra özü haqqında tam təsəvvürü olur, özünün güclü və zəif tərəfini bilir, özünün temperamentini, arzusunu bilir, özünü qiymətləndirir, özünü anlayır. Yəni, daha çox öz.
Bu daha çox aid olacaq bizim fərd daxili intellekt növünə. Bir də qaldı naturalist. Naturalist də müəllimlər daha çox təbiət, canlılar, sonra daha çox heyvanlar aləmi, daha sonra məsəl üçün uşaq floradır, faunadır, onları tanıyırsa, təsnif edirsə, daha sonra təbiət hadisələrini dərk edirsə, məsəl üçün pəncərədən çölə baxırsa, bitkilərə qarşı qayğılı yanaşırsa, heyvanlara qarşı qayğılı yanaşırsa, onları qoruyursa, mühafizə edirsə, deməli bu uşaqda nə var? Bu uşaqda naturalist intellekt növü var. Bu da bizim naturalistimiz. Yəni çox sadədir intellekt növləri. Elə bu formada da düşür imtahana. Ümid edirəm ki, sabah imtahana düşsə, onu da rahatlıqla seçə biləcəksiniz. Bu formada müəllimlər. Sualınız var mı? Çox sağ olun. Siz sağ olun. Bahar müəllimə, necəsiz? Çox sağ olun. Sağ olun müəllimə. Siz necəsiz? Çox sağ olun. Gözəl başa sağ olun. Siz sağ olun. Çox sağ olun. Siz sağ olun, Kəmalə müəllimə. Hə. Çox sağ olun. Bu YouTube-da yayınlanacaq da, eləmi? Hə, yayınlanacaq, amma videonu bəyənərsiniz müəllimlər. Bir də öz iş yoldaşlarınız, qrup yoldaşlarınız arasında paylaşarsınız ki, belə dərslərimiz daha çox olsun inşallah. Müəllimə, bir də sizin may qrupu olacaq. May qrupumuz aprel ayında olsa, aprelin sonlarına doğru olacaq. May qrupu haqqında ətraflı hələ ki dəqiq heç nə deyə bilmirəm, çünki qruplarım var deyə, əgər boş vaxt olarsa olacaq, olmazsa yox. Hə, aprelin axırında olacaq. Hə, bəli, aprelin sonlarına doğru 20-sindən sonra təşkil olunacaq. İnşallah. Axşamınız xeyir Cəmilə müəllimə. Vaxtınız xeyir Lalə müəllimə. Necəsiz? Bayramınız mübarək. Sizin də bayramınız mübarək, qızların da bayramı mübarək, hamısının istəklərlə birlikdə. Siz necəsiz Cəmilə müəllimə? Çox sağ olun dərsə görə. Siz sağ olun. Qulasdım, Yaxşıyam. Bu mənim sizə 8 mart hədiyyəmdir. Çünki bir çox müəllimlər yanaşmaları qarışdırırdı. Əlimdən gələn budur. İnşallah yararlı olar sizlər üçün, hər biriniz üçün. Çox sağ olun, təşəkkür ederim. Çox sağ olun müəllimə, var olun. Çox sağ olun. Müəllimə dərs bitdi. Müəllimə dərs bitdi ya. Hə, artıq bitdi. Bizim yanaşmalarımız bir dənə qaldı. Piaget ilə Vygotsky, onun da izahını vermişəm. YouTube-da yazsaz gələcəkdir. Oradan baxa bilərsiniz. Onun izahını vermişəm. Dedim dərs bitməsəydi müəllimə müqayisəli şəkildə bizdən sual cavab verərdiniz. Görək anladığımız bir şey var. Yaxşı. Edək. Bugün sizin gününüzdür. Müəllimə salam, bir də axşamınız xeyir. Necəsiz, neyiniz? Çox sağ olun. Yaxşı olun. Çox gözəl başa saldınız. Müəllimə, mümkünsə testlərini də açın da, həmin elə bir ki mövzular keçir sizə. Olan testlərini də atın da, zəhmət olmasa olar. Testləri ödənişli qruplarımızda atılır, amma Telegramda ata bilərəm danışmalara aid testlərimizi. Telegramda mən yox, amma onlar belə WhatsApp-a ata bilməzsiniz. Telegramda atılacaq. Bütün testlərimiz, onlar hamısı ödənişli əsaslarla qrupumuzda atılır, amma Telegramda ata bilərəm, bəli. Quiz formatında testləri göndərir. Yaxşı, çox sağ olun, təşəkkür. Sağ olun, xoşdur. Sağ olun, sağ olun. Sağ olun can. Hə, başlayaq onda müəllimlər. Sual-cavab üçün əllərinizi qaldırın. Mən hamısı haqqında sizlərə bir sual-cavab edim, görüm necə başa düşmüsünüz. Hə, Bahar müəllimə ilə başlayaq. Hələ başlayaq müəllimə. Görək nətər yadından çıxmayıb. Görək necədir. Yaxşı. Sizin yadınızdan çıxa bilmədim müəllimə. Siz noyabr qrupundan bəri neçənci dəfə təkrar edirsiniz. Hə. Bahar müəllimə, deyin görüm, uşağın tətbiq edərək öyrənməsi kimdə oldu? Tətbiq Montessori deyil, müəllimə. Bahar müəllimə, gələcəm Naxçıvana. Bu nə idi? Tətbiq edərək öyrənməsi, uşağın tətbiq edərək öyrənməsi. Valdorfdaydı müəllimə. Hə. Tətbiq edərək öyrənmə varsa, bu Valdorfdaydı. Nəyə əsasən Valdorfda oldu? Müəllimə, uşaq yəni tətbiq edərək deyəndə var idi, uşaq müəlliməsini təqlid edirdi. Tətbiq edərək, təqlid edərək demirəm. Tətbiq edərək deyirəm. Hansı təcrübə, müxtəlif anlayış. Tətbiq edərək. Təcrübə müəllimə, təcrübədən də müxtəlif. Hə, yazma düşdü, təcrübədən də müxtəlif idi. Tətbiq edərək öyrənmə o demək idi ki, uşaq əyani praktik olaraq, yəni nə edirdi? Tikinti quraşdırma ilə, əl əməyi vasitəsilə
Eləmək, fikirli quraşdırma, bəli. Bəli, onun vasitəsilə tətbiq edərək öyrənirdi. Yəni o fəaliyyətləri tətbiq edirdi və Öyrənirdi. öyrənirdi. Təqlid edərək öyrənmə də Valdorfdadır. Müəllimə öyrənmə uşaq O da öyrənmə Valdorfdadır. prosesinə nə edirdi? Özündən yaşca böyükləri təqlid Müəlliməsini təqlid edərək öyrənirdi. Aha, təqlid etməklə başlayırdı. Hansı yanaşmada oldu ki, mühit orijinal oyuncaqlardan ibarət olmalıdır və uşaq Müəllimə, bu Montessori'də, yəni didaktik oyunlar. Aha. Orijinallıq deyəndə başqa hansı cəhətdən orijinallığı nəzərdə tuturuq? Valdorfda. Yox, Montessori'dədir. Valdorfda deyil, yəni bu Montessori'də idi. Yəni didaktik oyunlar, hələ yadımda qalıbdı. Didaktik oyunlar var idi, stol üstü oyunlar. Hə. Yəni həmin oyuncaqlar orijinal idi. Ona görə ki, korrekt də oluna bilirdi. Orijinal. Düzdür? Bəli. Korrekt də edilə bilirdi də, yəni Düzdür. uşağa səhvini göstərə bilirdi ona görə. Yaxşı, bəs uşağın tam inkişafı, yəni holistik inkişafı, bunu deməmişdim, görüm yadınızdadır. Holistik Müəllimə, inkişaf. bu da Valdorfa aid idi də, yəni Valdorfa aid deyildi, uşağın tam inkişafı. Bəli, bəli, uşağın tam inkişafı Valdorfdadır. Yəni 4 inkişafı da, yəni 4 inkişaf sahəsi də o deyildi müəllimə. Bəli, odur. Bəs uşağın tam inkişafı bərabər idi, zehin və ürəyin vəhdəti, o da bərabər idi sevərək öyrənmə. Zehin və ürəyin vəhdəti var idisə, biri Montessori'yə aid idi. Zehin və ürəyin əlləri də o da Valdorfdaydı. Zehin və ürəyin vəhdəti varsa, o Montessori'də idi da. Montessori'də idi, bəli, Montessori'də idi o. Montessori'də. Biri də var idi, müəllimə, zehin və ürəyin əlləri var idi. Hə, əl, ürək, onu deyirsiniz, o Valdorfdadır. O Valdorfdaydı. Elə həqiqət dedim də, dedim zehin və ürəyin vəhdəti Montessori'də, zehin və ürəyin əlləri var idisə, o da Valdorfa aid idi. Əl, ürək, baş, ayaq o artıq bizim Valdorf yanaşmamızda idi, düzdür. Mədəni müxtəlifliyə hörmət kimdə oldu? Mədəni müxtəlifliyə hörmət Valdorfdaydı müəllimə. Aha. Bəs mədəni müxtəlifliyə hörmət yox idi, qorunmurdu. O Montessori'də, yəni dünyəviliyə inanmırdı. Yəni dünyəvilik prinsipi orada pozulurdu. Aha. Bəs hansındaydı ki, uşaqlarda müstəqil öyrənmə səriştəsi formalaşırdı? Müstəqil öyrənmə müəllimə Montessori'də idi. Yaxşı, təbii qabiliyyətlərin inkişafı kimdə idi? O Frebel'də idi. Aha, təbii aləmin inkişafı, uşağın təbii olaraq inkişaf etməsi Emiliyadaydı, Valdorfdaydı. Emiliyada. hansındaydı? Emiliyada müəllimə. Yox, təbii inkişaf Valdorfda. Valdorfdaydı. Bircə qurma üsulu Valdorfda. hansındaydı? O Emiliyadaydı müəllimə bircə qurma qurma. üsulu Emiliyadaydı. Nə zaman Emiliyada cüt iş formasını, nə zaman isə kollektiv iş formasından istifadə edərsiniz? Emiliyada müəllimə. Yəni belə yadımda qalıb ki, yəni cütlərlə əslində ünsiyyətin fikrimizi də çatdıra bilmirəm. Amma dilim ucundadır, keçən dəfə də demişdiniz. Hə. Yəni uşağa cütlərlə yəni iş forması veririk də. Aha. Nə zaman verirsiniz? Daha çox axtarıb araşdırma, kəşf etmə zamanı. Aha. Kollektivi nə Kəşf zaman etmək verirsiniz? zamanı. Kollektivi bəs? Müəllimə, kollektivdə də yəni qrup formasında da, kollektiv formasında elə deyildi. Kollektiv isə layihə əsaslı təlim modelində. Layihə. Deyirəm də fikir yadımdaydı, amma fikrimi isə çatdıra bilmədim. Layihə əsaslı təlimdə idi. Mən bağda gəzməyi xoşlayıramsa, quşların səsini xoşlayıramsa, bu hansı intellekt növüdür? Hərəsindən bir neçə soru. Bu naturalistdir də müəllimə. Aha, mən təclikdə öyrənirəmsə, qarşımdakı insanın Bu kim fərq daxilidir də, müəllimə, fərq daxili. Bəs uşaqların manipulyasiya etmək, liderlik bacarıqları? Liderlik, müəllimə, bu şəxslər arası Bu deyildi. şəxslər arasıdır. Bəs söz oyunları? Söz oyunları, müəllimə, şeydən deyirsiniz, Gartnerdən yenə. Hə, bəli, söz oyunları hansı intellekt Söz növündə? oyunları, müəllimə. Bəli, verbal. Verbal lingvistik deyildi, verbal lingvistik. Bəli, verbal idi. Beyin xəritəsi, Məhkəm düzyal da, müəllimə. əla, bədən xəritəsi, Bədən kinestetik. hekayə xəritəsi, Hekayə də müəllimə, bu vizual deyildi. hekayə varsa verbal, çünki danışıq əsasında, nitq əsasında. Ha. Statistik xəritə, Statistik yəni müəllimə, bu məkan vizual da yəni. O məntiqi,
Statistika deyirəmsə, məntiqi, riyazi. Məntiqi riyazi, hə, məntiqi riyazi. Təşəkkür edirəm Bahar müəllimə. Təkrarlayın. Elə Çox sağ olun. Siz sağ olun. Elə bilibsə nəzəriyyələri təkrar vermişəmmiş. Çox sağ olun. Hə, təkrar veribsiniz. Sağ olun müəllimə. Sağ olun can. Gəldik Arzu müəlliməyə. Bəli, mən istəyirəm. Müəllimə, mən internetdə gəzirəm, müxtəlif filmlərə baxıram, şəkillərə baxıram. Bu hansı intellekt növüdür? Məkan vizual, məncə bu Guardian'ın məkan vizualdır mənim. Uşaq həmyaşıdlarına əsasən, uşağın həmyaşıdlarına əsasən söz ehtiyatı daha çoxdur. Guardian'ın verbal linguistikdir məncə. Bəs mən məntiqi tapmacaları xoşlayıram. Bu riyaziyyat Məntiqi, riyazi düzdür. Məntiqi riyaziyyat. Sokrat dialoqu, bəs. Necə mən istəmədim? Sokrat dialoqu. Sokrat dialoqu məncə bu da məntiqi riyaziyyatdır mənim. Əla. Niyə görə? Çünki orada müəllimə elə bir ki, təsnif edir, düşünür, fikirləşir. Əslində Sokrat dialoqu tənqidi düşüncədir. Amma Gardner'in tənqidi bir intellekt növü olmadığı üçün onu da məntiqi riyazinin tərkibinə götürürük. Aydın oldu mu? Bəs hansı intellekt növünə deyə bilərik ki, anlayış və hadisə arasındakı qanuna uyğunluğu müəyyən edir uşaq? Mən onu bilmirəm. O da yenə məntiqi riyaziyyatdır da, məntiqi riyazidir. Məntiqi riyazidir. Yaxşı, biraz sizə digər yanaşmalardan sual verim. Deyin görün müəllimə, hansı yanaşmada uşağın qərar qəbul etmə səriştəsi önəmli oldu? O Waldorf yanaşmasıdır mənim. Qərar qəbul etmə. Mən Waldorfda deyil. Yox, qərar qəbul etmə Emiliyadadır. Hə, Emiliyadadır. Bəs uşağın öyrənmə zamanı emosiyalarına qapılması? Məncə o da mənim elə Emiliyadadır. O Emiliyadadır. Uşaqlarda idraki inkişaf sahəsinin formalaşması əsas belə deyək faktor olduğu üçün mühitin idrakin inkişafına şərait yaratması və habelə uşaqlarda fiziki və sosial cəhətdən də inkişaf etdirməsi vacibdir. Bu fikri kim söyləyər? Məncə Waldorf deyib mənim. Yox. Süreyya müəllimə siz də səhv elədiniz. Emiliya. Çünki Emiliyada bəli, həm idrac, həm fiziki, həm də sosial transferizm var, düzdür. Bəli. Bu Emiliyadadır. Bəs hansındaydı ki, oyun zamanı uşaqla tərbiyəçi müəllimin mənəvi dünyasının vəhdəti yaranır? Frebel nəzəriyyəsi. Frebildədir. Bəs hansındaydı ki, deyirdik ki, burada uşaqlarda birgəlik və bərabərlik hissini formalaşdırırdı tərbiyəçi və bunun üçün mənəvi bələdçi olurdu. Mənəvi bələdçi olur Waldorfdadır. Yaxşı, hansında tanışlıqdan təcrübə, təcrübədən müxtəlif anlayışlar? Mənim Waldorf yanaşmasındadır. Tanışlıq, təcrübə, müxtəlif anlayış. Uşağın nəyi düşünməsi yox, necə düşünməsi önəmlidir? Mən onu bilmirəm. O da Waldorfdaydı. Waldorf idi can. Waldorfda nəyi düşünməsi yox, necə düşünməsi Waldorfdadır. Uşağın şəxsi inkişafını dəstəkləyir. Bu Frebeldə deyilmə? Yox, uşağın şəxsi inkişafı dəstəklənir, o da Waldorfdadır. Bəs uşağın hər gün eyni saatda, eyni fəaliyyətlərlə məşğul olması? Məncə, eyni saatda bu Waldorfda olmalıdır müəllimə. Bəli, Waldorfdadır. Çünki rejim vardı. Bəli, uşağın əsl vətəndaş kimi böyüməsi? Waldorfdadır. Yox. Frebeldadır müəllimə? Emiliyadır. Ay, Emiliya düzdür. Bəli, Emiliyadır. Bəs ruhun tərbiyəsi, məsuliyyət və dürüstlük və təxəyyülün inkişafı? O da Emiliyadadır. Emiliya yoxsa Waldorf? Məncə mən onu Emiliya yazmışam. Yox. Məsuliyyətdir, dürüstlükdür, təxəyyüldür, ümumiyyətlə ruhun tərbiyəsini gördüyünüz anda bilin ki,
ruhla əlaqəli nələr varsa hamısı Waldorfda. Ruha azadlıq vermək, söz azadlığı vermək, onlar hamısı Waldorf yanaşmasında idi. Bəs yaxşı, edə bilmək, düşünmək və hiss etmək. Onda o da Waldorfdadır mənim. Bəli, o da yenə Waldorf yanaşmasına aiddir. Sonra uşaqların 7 yaşa qədər heç bir akademik bilik əldə etməməsi O Waldorfdadır mənim sevdiyim üçün. Waldorfdadır. Aha. Müəllimənin fasilitasiya bacarığı, fasilitator olması Müəllimənin fasilitator olması məncə bu Emiliyadır. Emiliyadadır. Əla. Müəllimənin uşaq üçün rol model olması Freiberdə. yaxşı düşünün. Onda yenə elə Emiliyada oldu mənim. Waldorfda. Waldorfda. Bəli. Waldorfdadır. Çünki niyə görə? Uşaq müəlliməsini təqlid edərək öyrənirdi ya, onlar nəyi görürsə onu təqlid edir və o əsasda öyrənir. Valideynlər üçün festivallar, bayramlar, səhnəciklər. Valideynlər səhnəcik. Bu Emiliyada deyil mənim. Yox, bu da Waldorfdadır. Waldorfdadır. Keyfiyyətli materiallarla iş, Mən bilmirəm. bu da Waldorf. Nəyə qeyd etmişim bunu bilmirəm. Hə, keyfiyyətli materiallarla iş varsa, o da yenə Waldorfdadır. Təşəkkür edirəm Arzu müəllimə, çox sağ olun canım. Çox sağ olun. Bugün öyrəndiklərim əsasında danışdım mən. Yaxşı elədiniz canım. Hələ öyrənəcəyimiz çox şey var. İnşallah ki, zamanla İnşallah. öyrənəcəksiniz. Allah kömək etsin. Amin inşallah. Lalə müəllimə, Buyurun müəllimə, indi nə qulastım, o da bilmirəm nə yadımda qaldı. Buyurun, yenə də. individual olmaq hansı intellekt növünə aid oldu? İntellekt, individual. Waldorfdaydı da. Yox, individual olmaq Gardner'in hansı intellekt növünə aid? İndividual fərdi deməkdir də. Orada Hə. fərd Orada yaz. daxilidir deməli. Nə? Əgər fərd daxilidir də, yəni individual Bəli, hə. Fərdi, hə. Elmi muzeyə getmək, Elmi muzeyi, bu da Waldorf. yox. Yəni Gardner'in hansı intellekt növüdür? Siz intellekt növündən deyirsiniz. Elmi muzeyi, o da fərd daxili yox. O hansıdır? Güzel məkan. Yox. O məkandır da müəllimə. Elmi muzeyə gedirsə məntiqi riyazidir. Çünki elmi muzeyə gedir orada. Elm, məntiqi riyazi düzdür. Amma incəsənət muzeyinə getmək, İncəsənət muzeyinə getmək o məkandır məncə. bəli, o məkan vizualdır, düzdür. Sonra tarixi şəxslər haqqında kiçik hekayələr qurmaq. Bu da intellekt növlərindəndir də deyirsiniz. Bəli. Tarixi şəxsiyyətlər bu lingvistikdir. Bəli, verbal lingvistikdir. İllüstrasiyalar, şəkillər, sənədli materiallardan istifadə etmək. Necə müəllimə, nə materiallardan dediniz? İllüstrasiya, şəkil, sənədli materiallardan istifadə etmək O da məkandır. məkandır. Səbəb-nəticə əlaqəsi gətirmək. Səbəb-nəticə əlaqəsi bu riyazi deyil, məntiqidir. Məntiqi riyazidir. Məntiqi riyazidir, bəli. Musiqini fərqləndirirsə, Bu da estetikdir də. yəni musiqi ritmikdir, hə? Musiqi ritmik, hə, mən estetik ona öz fikrimdən dedim yenə. Bəli, indi biraz da yanaşmalardan deyim görüm. Müəllimə, uşaqlar eyni yaşlı qruplarda birləşir. Yəni qrup eyni yaşlı uşaqlar üzrə təşkil olunur. Waldorfdur. Təhsil bir incəsənətdir. İncəsənət şeydədir, bu da incəsənət var. Yox, Waldorfda deyildi. İncəsənət kimdə idi? Vygotsky'da değildi, yox. Sosiallıq Vygotsky'da. Waldorfdaydı, onun da incəsənətdə. Bəli, Waldorfdaydı. Deyin görüm, ağıllı insan yaratmaq. Oyun vasitəsilə ağıllı insan yaratmaq kimi. Montessori'dir. Yox, oyun vasitəsilə ağıllı insan yaratmaq.
Freebel, Freebel, ha. Freebel. Freebeldir. Təhsil və tərbiyənin əsasını qoyub. Nəyin əsasın? Təhsil və tərbiyənin əsasını qoyub. O da Freebeldir. O da Freebeldir. Yaxşı, uşaqlarda özünü idarə etmə, özünü tənzimləmə bacarıqları. İdarə etmə, tənzimləmə bacarığı məncə bu Montessori'dədir. Montessori'dədir. Uşaqda liderlik bacarığının önə çıxması. O da Montessori'dir məncə. Burada sanki hər bir detal ruhun da inkişafına xidmət edir. Ruhun bayaq dediniz Waldorf idi da. Yox. Burada sanki hər bir detal ruhun da inkişafına xidmət edir. Freebel. Waldorf. Ruh Montessori. Yox, Montessori. Waldorf. Hatta o oxşardı deyə yadımda beləncə qalır. Yox, can, müəllimlər yazdı, elə mən də aşağıdan oxudum. Montessori əslində sanki hər bir detal ruhun da inkişafına xidmət edir. Məni də çaşdırdılar. Montessori modelindədir, Montessoridədir. Bir də deyin o sualı müəllimə, xahiş edirəm, bir də deyin. Bu pedaqoji yanaşmada hər bir detal sanki ruhun inkişafına xidmət edir. Montessori. Ruhun inkişafı, Montessori'dir. Ruh bir də şeydə var da, Waldorfda. Waldorfda ruha azadlıq verməkdir, ruhun tərbiyəsidir. Və uşaq oğlandan bacarıqlıdır və ruha sahibdir, onlar Waldorfdadır. Amma sanki hər bir detal ruhun inkişafına xidmət edir, bu Montessori'dədir. Montessori'dədir. Müəllimənin uşaqların oyun zamanı sərbəstliyə müdaxilə etməyən bələdçi olması, bunu deməmişdim bayaq. O da Montessori'dir. Montessori deyil. Montessori'də gözə görünməzdir. Gözə görünməzdir. Montessori deyil deyirsiniz, hə bu? Bəli, Montessori deyil. Oyun zamanı uşaqların sərbəstliyinə müdaxilə etməyən Waldorfda deyil. Bu? Emilia? Freebel'dədir. Freebel. Freebel. Sərbəstlik varsa, oyun zamanı sərbəstlik Freebel'dədir. Freebel'dədir. Əllər zəkanın orqanıdır. Əllər zəkanın orqanıdır. Bu əllər. Montessori. Bayaq dedik, Montessori, hə. Bəli. Əllər zəkanın orqanıdır. Hə. Montessori'də uşaqlar niyə görə müxtəlif yaş qrupundadır? Emilia'da niyə görə müxtəlif yaş qrupundadır? Emilia'da niyə müxtəlif yaş qrupundadır? Montessori'də qeyd elədiniz bayaq, bax onu. Emilia'da da müxtəlifdir, Montessori'də də müxtəlifdir, Waldorfda amma elə deyil. Eyni yaş qruplarıdır, amma bunların fərqini deyəcəm də sizə, elə müəllimə? Bəli. Nətər yadıma düşməyəcək. Montessori'də mərhələli inkişaf idi. Ona görə müxtəlif yaş qrupları idi. Və Montessori'də böyüklər balacaları öyrədirdi. Böyüklərdə məsuliyyət və liderlik bacarığı önə çıxırdı. Amma digərində isə uşaqlar özündən daha bilikli öyrənərək sosial öyrənməni gerçəkləşdirirdi. Emilia'da yəni. Təşəkkür edirəm Lalə müəllimə. Çox sağ olun can. Siz də sağ olun. Var olasınız. Bir dənə Namiq Abdulov hansı müəlliməmizdir? Namiq Abdulov yazılır. Müəlliməni tanımıram deyə adım bilmirəm. Bəli, mənəm. Salam müəllimə. Necəsiz? Nigar müəllimə. Hə, yoldaşımın adından girmişim. Hə, tamam. Müəllimə, siz mənə deyin. Yaxşı. Aha. Siz mənə deyin. Bəli, eşitdim. Bizim Freebel'in hansı hədiyyəsində uşaq yeni bilik əldə etdi? Freebel'in necə müəllimə? Eşitmədim. Neçənci hədiyyəsində uşaq yeni bilik əldə etdi? Hansı hədiyyəsində? Hansı hədiyyəsində? Hədiyyəli trikotaj toplar, düzdür müəllim? Kublar. O birinci hədiyyəsidir. Trikotaj topu varsa o birincidir. İkinci hədiyyəsi kub, kürə, silindr. İkinci məkan anlayışları, sonra fiqurlar var idi orada, hə? Hə, var idi. İndi mən dediyim hansıdır? Siz deyən məkan anlayış.
Yox. Üçüncü dediniz, Hə, Məhkəm. yeni bilik əldə edirsə 3-cü hədiyyədir da. Yəni 8 hissəyə bölünmüş, Çətin hissəyə bölünmüş kublar. 8 hissəyə bölünmüş kubikdə idi, bəli. Deməli Kublar. Aha. Deməli 8 hissəyə bölünmüş kubikin sayəsində uşaq artıq neynir? Yeni Uşaq biliklər artıq əldə etmiş olur. Formalaşır, yeni inkişaf edir uşaq. Amma siz dediyiniz o həcm, məkan o 4-cü hədiyyədə idi. Yəni 8 hissəyə bölünmüş kərpicdə idi. 27 hissəyə bölünmüş kubikdə 200-ə qədər fiqur, 27 hissəyə bölünmüş Fiqurdur, kərpicdə isə bəli. tikinti material kimi istifadə edirdi. Düzdür? Bəli, bəli. Tikinti maçı. Bəli. Hansı yanaşmada idi ki, bu yanaşmada tərbiyəçi müəllimlərin hər biri və dayələr xüsusi hazırlıqdan keçməlidir. Xüsusi hazırlıqdan keçməlidir. O deməli səhv eləmirəmsə Frebeldir. Bəli, Frebeldə idi. Yaxşı, bəs aplikasiya, modelləşdirmə, oyun texnologiyaları, oyunlar üçün xüsusi meydançalar. Onlar da o festivallar, onlar deyirsiniz. Yox. O Waldorf. Oyun meydançaları, modelləşdirmə, aplikasiya. Bir də bir şey demədim bayaq, əbədi yaşarlılıq prinsipi. Hansı ki o deyirdi ki, biz mövcud olmadığımız müddətdə belə bizim xalqımızın yaradıcılığı, xalqımız, mentalitetimiz hər zaman var. Frebeldir o. Frebel. Yaradıcılığı Frebelə aid. Əla. Milli kimliyin dərki və milli iftixar hissi olaraq o hakimdədir. Milli kimliyin dərki, onlar Montessori. Yox. Waldorf'da. Milli kimliyin dərki və o da milli iftixar yaradıcı. hissi daha çox olacaq Frebeldə. Niyə görə? Çünki xalq yaradıcılığı deyirsiniz, əbədi yaşarlılıq deyirsiniz. Ona görə milli kimliyin dərki və milli iftixar hissi daha çox Frebeldədir. Fəal vətəndaşlıq mövqeyi səriştəsi kimdə olar? Fəal vətəndaş mövqeyi səriştəsi o şeydə Emiliyada. Əla, Emiliyada. Bəs problem həll etmə hansı yanaşmalarda özünü göstərər? Problem həll etmə Waldorf. Montessori'də də var, Waldorf'da da var. Fərqi nədir? Onu izah edeyim. Montessori'də problem həll etmə. Deyin. Problem Montessori'də problem həll etmə o idi ki, yəni uşaqlar həm Waldorf'da, həm ikisində də eynidir. Yəni burada mənimsəmələr olur, onu deyirsiniz, kognitiv, konstruktiv, şuurlu, şuursuz dövr uşaqlarda. Onu deyirsiniz mən. Belə, yox, onu demirəm. Montessori'də də problem həll etmə var. Waldorf'da da problem həll etmə var. Fərqi nədir? Montessori'dəki problem həll etmə fərqi budur ki, buradakı problem həll etmə riyaziyyat yönümlüdür. Yəni məsələ riyaziyyat, bəli. Amma Montessori riyaziyyata ən çox üstünlük vermişdi. Didaktik oyunlar idi orada. Oxuma, yazma, rəng, ölçülər. Bəli. Amma Waldorf'da isə problem öyrənmə. Waldorf'da isə söz azadlığı, yox, problem həll etmə. Söz azadlığı var. Problem həll etmə var idi. Necə idi da? Waldorf'dakı problem həll etmə necə idi? Ən çox Waldorf'da təbii aləmi kəşf etmə, yaradıcılıq idi. Texnologiyalar idi, texnologiya deyilsin. Yəni deyək ki, uşaqlar özləri öz problemlərinin öhdəsindən gələ bilsinlər. Özləri həll edirdi uşaqlar, elə bir ki. Yaxşı, siz mənə deyin görüm. İntellekt növlərindən deyirəm. Güneyl öz düşüncələrini ifadə edə bilir. Hansı intellekt növüdür? Bir də müəllimə dediyini necə? Güneyl öz fikirlərini ifadə edə bilir. Söz lingvistik. Əla. Qruplarla iş zamanı Ayşə iş bölüşməyi sevmir. İş bölüşməyi, fərd daxili. Əla. Aytaç öz bədən xüsusiyyətlərini bilir. Bədən kinestetik. Nigar havada, payızda yarpaqların tökülməsidir. Bundan təsirlənir. Naturalist.
Aysel əşya və hadisələr arasındakı bağlılığı üzə çıxarda bilir. Yəni səbəb nəticə əlaqəsini qura bilir. Səbəb nəticə riyazi, məntiqi riyazi. Aha. Orxan müzakirələrdə iştirak etmək, diskussiya aparmaq bacarığına sahibdir. Bacarığına sahibdir. Məkan vizual. Yox, mühakimələr deyirəm. Danışmaq Mühakimə deyirəm. yürüdürsə, Danışmaq. danışı lingvistik, lingvist. Lingvistik. Tarixi hadisələr arasındakı səbəb-nəticə əlaqəsini qura bilir. Tarixi hadisələr səbəb nəticə əlaqələrini qura bilir. Burada məntiq gedir. Əla, məntiqi, yəni Məntiqi. daxili Hə. hisslərindən özünü tanıya bilir. Öz iç səsinə qulaq asa bilir. Öz iç hissəsinə qulaq asa bilir. Ay Allah, bədən idi. Yox. Öz Bir də mən öz iç səsinə qulaq asırsa, daxili hisslərini, düşüncə, öz fərddir, fərd. fərd daxilidir. Bəli, düzdür. Fərd daxili, hə. Aha, fərd. Özünü yəni. Hə. Bəs müəllimə, daxili mühit, didaktik materiallar, daxili həbs, sonra dünyəviliyin pozulması, Montessori ay. aha, sonra praktik gündəlik fəaliyyət zonası, riyaziyyat zonası, sensor inkişaf zonası, nitq və dil zonası. O sensor ay ola bilirdim. Waldorf. Yaxşı düşünün. Sensor Emiliyada da var. Sensor masa oyunlar Emiliyada. Yox, sensor inkişaf zonası deyirəmsə Montessori'dir. Bəs Montessori'də. bəli. Bəs müzakirələr desəm, müzakirə iş üsulu desəm, Müzakirə iş üsulu bu əməkdaşlıq səriştəsi desəm, şeydir. Müzakirə Valdorfda deyil. Waldorf. yox, müzakirə varsa Emiliya. Çünki ünsiyyət səriştəsidir Emiliya, müzakirə Emiliyada. ünsiyyətdir Emiliyada. Hə, düzdür. Təşəkkür edirəm müəllimə, çox sağ olun. Orada ideyalarda ünsiyyət, hə, Bəli. düz. Təşəkkürlər canım, çox sağ olun. Sağ ol, siz də sağ olun, çox sağ olun. Siz Sizə sağ sağ olun. olun. Təşəkkür. Mən Sağ də olun. təşəkkür edirəm. Hə, müəllimlər belə. İndi inşallah birazdan YouTube-a yerləşdirib videonu paylaşacağam qruplarda, amma aktivliyinizi gözləyirəm. Bol-bol yorumlar və bəyənmələr, dəstəyinizi göstərin zəhmət olmasa. Belə, əlavə nəsə sualınız varmı yanaşmalarla bağlı? Çox sağ olun Cəmilə müəllimə. Əziyyət verdikdə Xoş sual olun. cavab elədi. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun, təşəkkür, Mən minnətlər. sizə təşəkkür Əsl edirəm. bayram hədiyyəsi oldu Cəmilə müəllimə. Çox sağ olun. Siz sağ olun canım. Çox sağ olun. Sizlər sağ olun. Görüşərik inşallah müəllimlər. Özünüzə yaxşı Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.